Bugünkü dərsimiz oksidləşmə dərəcəsi. Gəlin baxaq, oksidləşmə dərəcəsi nədir? Deyirik ki, rabitə yaranarkən bir atomun digər atoma qismən və yaxud da tam verdiyi, aldığı elektronların sayı oksidləşmə dərəcəsi adlanır. Burada baxırıq ki, x sıfırdan gedib x müsbət 3-ə. Əgər iyonun yükü artıbsa, burada qeyd edirəm, iyonun yükü artıbsa, deməli elektron verib. Müsbətə çevrilib, müsbət yüklü iyonumuzda kation adlanır. Əgər iyonun yükü azalıbsa, yəni sıfırdan mənfi 2 gedib, iyonun yükü azalıbsa, bu zaman elektron almış olacaq. Mənfi yüklüyə gəldiyi üçün anion adlanacaq. Deyirik ki, elementimiz maksimum 4 elektron ala bilir, 7 elektron verə bilir. Element əgər minimum oksidləşmə dərəcəsi göstərirsə, bu zaman yalnız reduksiya edici olur. Aralıq oksidləşmə dərəcəsi göstərirsə, həm oksidləşdirici, həm reduksiya edici olur. Maksimum oksidləşmə dərəcəsi göstərirsə, yalnız reduksiya edici olur. Bu dərsləri inşallah növbəti dərslərdə bu hissəni tam ətraflı izah edəcəm. Sadəcə bunu bilsəz kifayətdir. İndi davam edirik. Gəlin görək elementlər minimum və maksimum nə qədər oksidləşmə dərəcəsi göstərə bilirlər. Birinci, ikinci, üçüncü qrup elementlərimiz metallar adlanır. Metallar mənfi göstərmir. Metallar minimum 0 göstərir. Maksimum yerləşdiyi qrupun nömrəsi. Təkcə metallar yox, həm də qeyri-metallar maksimum yerləşdiyi qrupun nömrəsinə uyğun oksidləşmə dərəcəsi və valentliyi göstərirlər. Minimumu tapmaq üçün başqa bir qaydamız var. Metallarda minimum 0-dır. Maksimum yerləşdiyi qrupun nömrəsi. Məsələn, birinci qruplarda minimum 0 göstərir, maksimum müsbətdir. Məsələn, natrium elementi. Natrium elementi minimum 0 göstərəcək, maksimum müsbət 1 göstərəcək. İkinci qrup elementimiz kalsium. Yəni, minimum 0 göstərəcək, maksimum müsbət 2 göstərəcək və s. Dördüncü qrupdan başlayaraq qeyri-metallar. Qeyri-metallara baxırıq. Deməli, dördüncü qrupumuz, baxın, maksimum müsbət 5 göstərir. Üzrsən, müsbət 4 göstərir. Bunun minimum oksidləşmə dərəcəsini necə tapa bilərik? Minimumu tapmaq üçün həmişə yerləşdiyi qrupun nömrəsindən çıxırıq 8-i. 8 bizdə ümumi qrup sayıdır. Bu deyilir mənfi 4. Deməli, dördüncü qruplar minimum mənfi 4 göstərir, maksimum müsbət 4. Beşinci qruplar maksimum müsbət 5 göstərir. Minimum tapmaq üçün 5-dən çıxıram 8-i eləyir mənfi 3. Deməli, minimum mənfi 3, maksimum 5, müsbət 5 göstərə bilir. 6-cı qrup mənfi 2 müsbət aldı. 7-ci qrup isə mənfi 1, müsbət 7 oksidləşmə dərəcəsi göstərir. Lakin, bizim birazdan deyəcəm, bir dənə flor elementi var. Flor elementi. Flor 7-ci qrupda yerləşir, halogendir. Normalda minimum mənfi 1, maksimum müsbət 7 göstərməlidir. Amma bir dənə flor elementini deyirik ki, flor elementi yalnız minimum mənfi 1, maksimum 0 oksidləşmə dərəcəsi göstərir. Buna da səbəb elektromənfiliyin ən güclü olduğu element olduğuna görədir. Yəni, flor elektromənfiliyi ən güclü, oksidləşdiriciliyi ən güclü olan element olduğu üçün bunun oksidləşmə dərəcəsində bir dənə fərqliliyi var. Belə. Bir də oksigen. Oksigen bizdə 6-cı qrupda yerləşir. Ona görə mənfi 2, müsbət 6 göstərməlidir. Amma oksigen minimum mənfi 2 göstərir, maksimum isə müsbət 2 göstərir. Bu da bir dənə istisnadır. Bu belə. İndi gəlirik birləşmələrdə oksidləşmə dərəcəsinin tapılmağına. Birləşmələrdə oksidləşmə dərəcəsini tapmaq üçün bir sıra qaydaları bilməliyik. İlk öncə bilməliyik ki, bəsit maddələr 0 oksidləşmə dərəcəsi göstərir. Flor həmişə mənfi 1 göstərir. Yəni, flor bütün birləşmələrdə mənfi 1 göstərir. Məsələn, sərbəst halda flor 0 göstərir. Amma hər hansısa bir birləşmənin içərisində, məsələn, H florun tərkibində flor olacaq mənfi 1. Yəni, birləşmələrdə flor mənfi 1 göstərir. Oksigen birləşmələrdə mənfi 2 göstərir. Lakin burada O2 flor 2, O flor 2, H2O2, peroksid və superoksidlərdən başqa. Bunlardan başqa yerdə qalan bütün birləşmələrdə oksigen mənfi 2 göstərir. Hidrogen deyəcək ki, metallarla, silisiumla, borla mənfi 1, qeyri-metallarla isə müsbət 1 oksidləşmə dərəcəsi göstərir. Birləşmələrdə oksidləşmə dərəcələrinin cəbri cəmi 0-a bərabər olur. İyonlarda isə cəbri cəmimiz olur iyonun yükünə bərabər. İndi gəlin nümunəyə baxaq. Məsələn, bizə verib H flor da götürək elə.
H flor. Mən bilirəm ki, flor -1 göstərir. Flor əgər -1 isə hidrogen olacaq -1. Hardan tapıram? Florun oksidaşım dərəcəsini vururam onun ayağındakı rəqəmə. Ayağındakı rəqəm 1-dir. Bölürəm hidrogen ayağındakı rəqəmə. Bu da olur elə 1. Bir tərəf mənfidirsə, bir tərəf müsbət olmalıdır. Bu bütün birləşmələrdə belədir. Və yaxud da gəlin SO2-yə baxaq. Oksigen bilirik ki, sabit -2 göstərir. Oksigen -2-dirsə, -2 vururam oksigenin ayağındakı rəqəmə. Eləyir neçə? -4. İndi baxın, kürdə yazıram 1x. Yazıram x üstə gəlinsin. -2 vurulsun 2 bərabərdir 0. Burada x çıx 4 bərabər 0. X də olur burada müsbət 4. Və yaxud da bunu da bayaqki qaydana yazsaq. Burada hidrogenə gəlin x yazaq. Hidrogenə x yazsam. X üstə gəlinsin -1 bərabər 0. Cəbri cəm 0-a bərabərdir. Onda burada x olur müsbət 1. Yəni bu qaydananı tapmaq olar. Və yaxud da gəlin HNO3-ə baxaq. HNO3. Oksigen bilirik ki, -2-dir. Hidrogen müsbət 1 göstərir. Çünki azot da, oksigen də qeyri-metaldır. Bayaq dedik ki, hidrogen metallarla və silisium borla mənfi göstərir. Qeyri-metallarla müsbət göstərir. Azotla oksigen qeyri-metal olduğu üçün burada hidrogen göstərəcək müsbət 1. Onda gəlin azot tapaq. Müsbət 1 üstə gəlinsin x, üstə gəlinsin -2 vurulsun 3. Bərabər 0. Cəbri cəm 0-dır. Bu da eləyəcək x çıxılsın 5 bərabər 0. X-imiz də olur burada müsbət 5. Deməli azot burada göstərdi. Müsbət 5 oksidləşmə dərəcəsi. Və yaxud da gəlin kalium 2 manqan O4-ə baxaq. Kalium 2 manqan O4. Baxın, metallar yerləşdiyi qrupun nömrəsinə uyğun göstərir. Bax, kaliumdur. Kalium birinci qrupda yerləşir. Maksimum neçə göstərdi? Müsbət 1. Deməli, kalium olur burada müsbət 1. Oksigen -2. Gəlin manqan tapaq. Yazıram. -1 vurulsun 2. Mütləq şəkildə ayağındakı rəqəmə vurmalısınız. Üstə gəl x, üstə gəlsin -2 vurulsun 4. Bərabər 0. Bu da eləyər bizdə x çıxılsın 6 bərabər 0. X də olar burada müsbət 6. Deməli, manqan burada göstərir müsbət 6. Bu belə. Yəni, oksidləşmə dərəcəsini bu formada tapırıq. Hə, bir də gəlin iyonlarda oksidləşmə dərəcəsinin tapılmasını da izah edeyim. İyonlarda oksidləşmə dərəcəsi necə tapılır? Baxın, məsələn, deyir ki, SO4 2 mənfi iyonunda kükürdün oksidləşmə dərəcəsini tapın. Bayaq necə tapırdıq? Elementlərin, yəni atomların oksidləşmə dərəcələrini toplayırdıq, cəbri cəmi 0-a bərabərləşdirirdik. Burada da iyonda cəbri cəmi iyonun yükünə bərabər edirik. Yazıram x üstə gəlinsin, oksigen -2-dir. -2 vurulsun 4 bərabərdir iyonun yükü. İyonun yükü də 2 mənfi. Deməli, bu olacaq x çıxılsın 8 bərabər 2 mənfi. Bu da x bərabərdir müsbət 6. Deməli, kükür burada göstərir müsbət 6. Və yaxud da PO4 3 mənfi iyonu. Burada PO4 tapaq. Oksigen -2-dir həmişə. Onda yazıram x üstə gəlinsin. -2 vurulsun 4 bərabərdir iyonun yükünə. O zaman burada x tapıram müsbət 5. Yəni iyonlar veriləndə cəbri cəmi iyonun yükünə bərabər edirik. Normal maddə veriləndə də cəbri cəmi 0-a bərabərləşdiririk. Bu qədər. Sonra, məsələn, burada O2 fluor 2 birləşməsi var. Gəlin O2 fluor 2 birləşməsində oksigenin oksidləşmə dərəcəsini tapaq. Fluor həmişə -1 göstərir. Fluor -1-dirsə, gəlin oksigenə 1x yazaq. Onda yazıram 2x, 2 vurulsun x üstə gəlinsin, -1 vurulsun 2 bərabər 0. Onda eləyəcək 2x çıxılsın 2 bərabər 0. 2x eləyəcək 2. X olacaq burada müsbət 1. Baxın. Deməli, oksigen burada göstərdi müsbət 1. Dediyim kimi, oksigen bütün birləşmələrdə -2 göstərir. Lakin bu 5 dənə O2 fluor 2, O fluor 2, H2O2, peroksid, superoksid. Peroksid, superoksid hansılardır? Peroksidlər natrium 2 O2-dir. Superoksid isə kalium O2-dir. Bunlardan başqa yerdə qalan bütün birləşmələrdə oksigen göstərir bizdə -2 oksidləşmə